növbəti ilə biz endirim eləmişdik ki, istənilən avtomobillərə həm elektrik işində, həm silesa işlərində, yəni ask sistemində olan problemlərlə əlaqədar və sehpaşmaq sisteminə əlaqədar, BMW-lərdə mühərrik işlərinə əlaqədar yeni ilə görə endirim eləmişdik. Endirimlərimiz də qısa müddətli davam edir. İndi bu endirimlə yararlanan artıq 8-ci avtomobildir, BMW-dir, gətirib qoyurlar bizim yanımıza. Yəni, məsələ nədir? Sökmüşük, bunda həm ümumi qulluğu olacaq, həm də bu avtomobildə pervoy məsələsi var idi. Babin, Sveç, Farsada hər bir şey eləyiblər, beyinə qədər eləyiblər. Yəni, dəyişmir, yeni birinci silindirdə problem var. Mühərrikində bizdən qabaq bir dəfə yığılır. İndi biz bunun bütün mühərrikin tamamını olaraq sökəcəyik. Baxın, mühərrikin sökməyin və yaxud da ki, sehpaşmağın üstə yox, çöldə dəyişmənin ən əsas variantı nədir? Əhəmiyyəti nədir? Bax, qırıqları görsənir. Sanımız burada yeyib içmək mərasimində iştirak edib, burada yeyib içmək olur. Görürsünüz, bütün kabellər kəsik-kəsik. Biz bu formada mühərriki çıxardırıq, ümumi qulluğunda belə edirik. Tək elə sehpaşmaq dəyişimini də çöldə edirik ki, avtomobilin kənarında nə problem varsa arada qalda müştəri əlavə xərcə düşməsin. Bir də yaxınlaş bura. Bax. Dəmuna bax. Görürsünüz, filtr korpusu kitabça sistemi nə günlərdir içərsin. Bunun bütün su kanalları bax bu vəziyyətdədir. Buna da səbəb keyfiyyətsiz antifrizdir. Keyfiyyətsiz antifriz nəticə etibarilə buna gətirib çıxardır. Avtomobilin vaxtı-vaxtına yaxınlaşın bizim servisə. Bir tərəfdə elektrik xidmətimiz olsun, fərqli bir marka model, Maserati'dən tutmuş, bütün yeni modellərə qədər hamısında elektrik işlərini görürük, beyin proqramlı işlərini görürük. 2025 BMW-lərə qədər bütün proqram, dil yazımı, CarPlay, hər bir şey eləyirik. Bir tərəfdə silesar xidmətimizi görürük, bir tərəfdə yağdaşma xidmətimizi görürük. Yəni kim istəsə bizim servisimizi seçib yaxınlaşa bilərlər. Detaylı məlumat üçün və profilimizdə nömrəmiz də var, əlaqə nömrəmiz də var və məkan üçün, konum üçün WhatsApp-da yaza bilərsiniz ki, konum ataq gəlmədən öncə də bir gün rezervasiya eləmək mütləq. Təşəkkürlər, izləməyə.